Salam dostlar, hər vaxtınız xeyir. Deməli mən öncə sizin Ramazan bayramınızı təbrik edirəm. Allah oruc tutanların orucunu qəbul eləsin. Deməli, burada mən nə danışmaq istəyirəm? Bu videoda sizə Ersağın qazanc sistemi haqqında qısa bir məlumat verəcəm. Məsəl üçün, məsələ nədən ibarətdir? Bilirsiniz ki, birinci ilk əvvəl biz məhsulu özümüz almalıyıq və məhsulu aldıqdan sonra, onu yəni ki, daha sonra tövsiyə eləyə bilərik. Yəni özümüz aktiv olmadan, hansısa bir məhsulu biz tövsiyə eləyə bilmərik. Baxın, deyək ki, bu sizsiz, düzdürmü? Bizim məqsədimiz Ersaq şirkətində müdir olmaqdır. Müdir. Yəni mən digər, məsələləri demirəm. Nəyə görə müdir olmaq istəyirik biz? Yəni digər o liderlərdir, bronzdur, onu mən demirəm. Məqsəd müdir olmaqdır. Çünki müdir olanda müdirin aylıq gəliri 2000-3000 arasında 2000-3000 arasında dəyişir. Yəni 2000-3000 manat pul qazanır müdir. Yəni bu minimumdur da yəni. 2000-3000 arası, pul qazanır. Bu K yəni ki 3 dənə sıfır deməkdir, K hərfi. Və 2000-3000 manat, pul qazandığına görə biz istəyirik ki, qısa müddətdə müdir olaq və müdir olmağında indi mən onu izah eləyəcəyəm. Deməli, müdir olmağın qaydası beləsinədir ki, müdir olmaq üçün 2000 xal lazımdır. 2000 bal. Yəni 2000 bal lazımdır və bu ballar, fərqli qoldan gəlməlidir. Yəni necə gəlməlidir fərqli qoldan? Baxın, beləsinə ola bilər. 1000 puan deyək ki, siz deyək ki, məsəl üçün Ayseli dəvət eləyirsiniz, Aysel. Aysel sizə 1000 puan verir, düzdürmü? Məsəl üçün deyək ki, Anarı dəvət eləyirsiniz, Anar da sizə 1000 bal verir. Bu 1000 balı 6 ay ərzində, qorusaz, artıq, siz olursunuz müdir. Yəni ki, bu belə də ola bilər. Sözsüz ki, biz daha çox insanı dəvət eləməliyik. Yəni 2 qolla belə biz müdirliyə gedə bilirik. Yəni, bu 2 qoldan və ya bu beləsinə olmaz, başqa cür də ola bilər. Məsəl üçün, ola bilər ki, siz 2000, məsəl üçün 20 nəfər dəvət eləyəsiniz, hərəsi 100 bal versə, bilirsiniz ki, networkda qazanc artan formada gedir. Yəni onu belə, yəni bilirsiniz ki, networkda qazanc deyəndə yəni ballar artır da. Məsəl üçün dəvət eləyərsiniz, bax belə göstərirəm də. Misal üçün, bunların hər biri fərqli-fərqli insanlardır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Mən indi burdan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Elə 10. Yəni nə qədər oldu burada? Bir 20 dənə belə də ola bilər. Yəni məsələ 2000 balı yığmaqdır. Deyək ki, bundan 20 dənə var, düzdürmü? Hərəsi 100 bal versə, olur 2000. 100 bal versə 2000 olur. Yəni bu məqsəd budur 2000 balı yığmaqdır. İndi burada bir məsələ də var da. Biz işimizi baxın, ola bilər təsadüf də ola bilər. Yəni mən təsadüfə istəmirəm də, işi təsadüfə buraxmaq istəmirəm. Yəni bəzi insanlar nə qədər çox insanı dəvət eləsək, o qədər yaxşıdır. Qarantiya deyilən bir şey var, qarantiya. Qarantiya nə deməkdir? Qarantiya odur ki, biz işimizi qarantiyaya almaq üçün çoxlu insanları dəvət eləyəcəyik və onların arasından kim işləmək istəsə, onlara biz dəstək olacağıq. Yəni ayda 1 nəfər də olar, 2 nəfər də olar. Yəni biz bu insanları, yəni ki, insanların bu dəqiqə sənəti ilə bağlı hamının problemi var. Yəni hərəsinin fərqli-fərqli problemləri var. İndi mən bir dənə də bir şey çəkəcəyəm. Baxın, əgər bu bal məsələsini izah elədiksə, yəni biz işimizi qarantiyaya almalıyıq, çoxlu insanları dəvət etməliyik ki, misal üçün, ola bilər ki, yəni ki, belə deyək də, bəziləri işləyər, bəziləri işləməz, bəziləri gec işləyər. Yəni biz kimsə gec işləyibsə, biz durub onu gözləməyəcəyik ki, bu adam nə vaxt. Elə adam var, məhsulu istifadə eləyir, 6 aydan sonra, 1 ildən sonra, 3 aydan sonra işləyir. Eləsi var, həmin anda gələn kimi işləyir. Məsəl üçün deyək ki, Aysel gələn kimi başladı işləməyə, həvəslidir, biz ona dəstək oluruq. Onlar deyəcək ki, yox, mən hələ bir məhsulu yoxlayım, baxım necədir. O, yəni ki, 3 aydan sonra, 6 aydan sonra xortlanacaq. Məsəl üçün, eləsi var, məhsulu alır, yəni ki, bəyənmir və ya məsəl üçün deyək ki, məsəl üçün və ya işləmir. Hər cür insan olur.
İndi mən burada bir məsələyə də toxunmaq istəyirəm. Daha doğrusu bir neçə məsələyə toxunacağam. Eee, Baxın, burada, hamının səhhətinlə bağlı problem var. Biz istəyirik ki, həm pul qazanmaq istəyirik, həm də, yəni pul qazanmaq istəyirik, işləmək istəyirik. Həm pul qazanmaq üçün işləmək lazımdır, düzdürmü? İşləmək üçün də enerji lazımdır. Enerji olmasa biz heç bir şey edə bilmərik. Enerji üçün də insan gərək sağlam olsun. Sağlam olmalıdır. Yəni sağlam olmasa sizin enerjiniz olmaz. Enerjiniz olmasa siz heç bir iş görə bilməzsiniz. Bunun üçün də, yəni biz qida əlavələri qəbul eləyirik. Bunun hamısı bir-birinə bağlıdır. Yəni yəni ki, baxın, qida əlavələri. İndi mən bunu əlavələrə qəbul eləyirik. Yəni ki, məsəl üçün bax, adicə, eee, propolisin özü belə, bu dəqiqə siz bilirsiniz ki, çox insan bax, propolis var ha. Mən propolis qəbul eləyirəm deyə, indi bu qida əlavələrindən biridir. Çox qida əlavəsi qəbul eləyirəm də. Mən propolis qəbul eləyirəm deyə mən xəstələnmirəm. Yəni sadəcə tək propolislə belə, misal üçün, biz, yəni səhhətimizdə, yəni mən məsəl üçün hər dəfə xəstələnirdim. Amma propolisə görə mən xəstələnmirəm. Xəstələnmirəm deyə mən sağlam oluram, enerjim olur, işləyirəm deyə pul qazanıram, həyatı yaxşı yaşayıram. Kofe məsəl üçün, kofe qəbul eləyirəm. Məndə misəl üçün məndə enerji olur. Ayrıca kofein özünü belə qəbul, yəni kofein özü belə, yəni belə deyək də, kofein özü belə bizə, məsəl üçün mənə kömək, indi düzdür orucam, indi, amma oruc tutmayanda kofeinin özü belə mənə, belə deyək, köməyi dəyir. İndi mən, burada başqa bir şey də çəkəcəyəm. Bir saniyə, yəni görək açılsın. Ya da ki, bunu mən bir saniyə. Bunu mən nə yaşlı silim. Burada olan məlumatları. Bu ümid edirəm bu aydın oldu. İndi növbəti başqa bir şey də izah edəcəyəm ki, baxın, satışda belə bir şey var. Bütün o tanıdığınız Amerikada məşhur insanlar ki var, milyarderlərdir. Yəni bunların hamısı satışı öyrəniblər. Yəni satışı müəyyən bir həyatlarının müəyyən bir, mən indi adlarını çəkmirəm vaxt itməsin deyə. Bunların hər biri həyatlarının müəyyən bir mərhələsində bunlar satışla məşğul olublar. Yəni satışı öyrəniblər. Amerikada cold calling deyilən bir şey var. Yəni soyuq, arama deyirlər ona. Soyuq satış deyirlər də, belə deyək. Soyuq satış deyirlər. Yəni soyuq satış. Soyuq satış nə deməkdir? Şirkətlər Amerikada hər hansı bir insan satışı öyrənmək üçün daxil olur bir şirkətə, ona siyahı verirlər, nömrələr verirlər. Deyirlər ki, sən bunları bir-bir yığ, bu adamları yığmalısan. Deyək ki, 100 nəfəri yığır, 100 nəfəri yığmalısan, həmin adamlardan məsəl üçün bizim məhsulumuzu satmalısan. Hər hansı bir məhsul ola bilər. Bilirsiniz, Azərbaycanda da yəqin sizə çox belə şeylə rastlaşmısınız. Yığırlar sizi, deyirlər ki, məsəl üçün biz perosos satırıq, nəsə başqa su filtri satırıq, belə bu formada yəni. İndi onların arasından çoxusu, yəni belə 99-u böyük hissəsi yox deyir. Amma onlar ona fokuslaşmırlar. Onlara lazımdır ki, 1 nəfər, 100 nəfərin içindən 1 nəfər olsun. Həm, bu işlə məşğul olanların satış qabiliyyəti artır. Yəni satış bacarıqları artır, məşğul olduqca. Bu ən belə insanların Amerikalı milyarderləri deyirlər ki, sənin ən belənçiyinə, yəni ki, nə xoşuna gəlməmişdi deyir. Mən o vaxtı satışla məşğul olmuşdum, cold callinglə məşğul olmuşdum ki, bir-bir insanları yığırdım və onlar mənə kobud danışırdılar, pis rəftar edirdilər, pis cavab verirdilər. Mənim bundan zəhləm gedirdi. Amma ən belə zəhləm getmiş şey olmağına baxmayaraq, bu mənim həyatımda dönüş nöqtəsi oldu. Mənim, yəni ki, orda mən cəmi 100 nəfərə yığırdım, gündə 1 nəfərə mən satış eləyirdim və bu prosesdə mənim zəhləm gedirdi. Amma buna baxmayaraq mənim həyatımda bu dönüş nöqtəsi oldu. Nəyə görə? Ona görə ki, mənim təcrübəm artdı, mənim bacarığım artdı. Burada mən təcrübə qazandım. Yəni o qədər, yəni ki, mənim üçün artıq burada qazandığım satışda təcrübə sayəsində mən artıq, milyarder oldum. Yəni növbəti mərhələ, çünki mən satışı artıq bilirdim. Yəni bunu siz, mən indi düzdür, bizim işimizdə beləsinə bu qədər də çətin deyil. Yəni onlarla müqayisədə.
Biz insanlara yəni tövsiyə eləyirik. Tövsiyə edirik. Əlbəttə ki, bəziləri yaxşı qarşılamayacaq, bu normaldır. Yəni inanmayacaqlar, yəni bu tamamilə normal olan bir şeydir. Biz hər kəsə tövsiyəmizi eləyirik, işimizə davam eləyirik. Bizə lazımdır ki, onların arasından bizə məsəl üçün 100 nəfər elədik, yəni bir nəfəri belə bizə bəs eləyir ki, yəni 2 nəfərlə mən bayaq dedim axı, yəni həmin 2 nəfərlə biz müdürlüyə gedə bilərik. Elə olacaq ki, daha çox insan cəlb eləyə bilərsiniz. Yəni daha çox insana siz belə deyək, komandanıza daxil eləyərsiniz. Yəni buna mən deməyə çalışdığım o 100 nəfərdən də yəni indi burada bu isti kütlə deyil də, burdakı soyuq kütlədir. Amma bizdəki kütlə tanıdığımız insanlar olanda ümumiyyətlə biz bunu hamıya tövsiyə eləyəcəyik. Tanıdığımız insanlarda bu isti kütlədir. İsti kütlədə yəni uğur nisbəti daha çox olur. Və yəni yenə də deyirəm, burda məqsədimiz, yəni ki, bizim məsəl üçün tanıdığımız insanlar, sonra təzədən onlar istəyənlər olacaq, bizim dediyimiz burda proses necə olur? Deyək ki, biz 100 nəfərə demişik, onların bəziləri, misal üçün deyirəm, bəziləri alacaqlar. Burda yəni ki, adətən daha çox olur, yəni nisbət. Bəziləri sonra qalacaq. Sonra qalanlar olacaq. Çünki insanlar olur ki, gedirlər həkimə, ora gedirlər, bura gedirlər, görürlər o işləmir, məcbur olub alternativ, yəni bu alternativ deyil, əsl tibb elə budur. Yəni təbii vasitələrdən də istifadə edirlər. Yəni deməyə çalışdığım bu sizin indi bir, məsləhət bildiyiniz insanlar ki var, onların, bir çoxu daha sonra şey eləyəcək. Ola bilsin indi yox, daha sonra istifadə eləsin. Yəni ümid edirəm bu video sizə faydalı oldu. Yəni mən düşünürəm ki, burada məsələni yaxşı izah elədim. Yəni ki, biz əsas məsələ insanların bu dəqiqə hər kəsin sağlamlığı ilə bağlı. Baxın, hər kəsin sağlamlığı ilə bağlı problemi var. Yəni eləsində var ciddidir, eləsində var, ciddi deyil və hər kəsdə yəni kimyəvi məhsullar insana ziyan verir. Kimyəvi məhsulların bir xeyri yoxdur. Yəni amma təbii məhsullar daha belə, yəni ki, daha, həm insanı müalicə eləyir, həm heç bir ziyanı yoxdur. Mən bununla bağlı başqa bir dənə də video çəkəcəyəm, ətraflı danışacağam. O uzun video olacaq. Sadəcə burada mən qazanc sistemini izah eləməyə çalışdım ki, yəni siz, yəni 2 qoldan da burdan, yəni siz, müdür ola bilərsiniz.